Qaraciyəri insan orqanizminin baş laboratoriyası adlandırmaq olar. Çünki qaraciyər bir sıra laborator funksiyaları yerinə yetirir. Qaraciyər qidanı enerjiyə çevirə bilir. Həmçinin qaraciyər həzm zamanı yaranan zərərli maddələrin və yaxud da orqanizmdə gedən metabolik proseslər zamanı yaranan zərərli maddələrin zərərsizləşdirilməsində iştirak edir. Ondan da əlavə qaraciyər yeganə orqandır ki, özündə öd yarada bilir və öd də bağırsaqda yağların həzminə fayda göstərir və yağların sabunlaşmasına, sonra onların parçalanıb sovrulmasında xidmət göstərir. Qaraciyər həmçinin özünü bərpa edə bilən bir orqandır. Yəni bütün bunların fonunda son demək istədiyim budur ki, əgər qaraciyərdə müəyyən bir dəyişikliklər baş verərsə, onun yaratdığı mənfi təsir bütün orqanizmdə hiss olunur. Yəni qaraciyərin səssiz olmasına ciddi yanaşmaq mütləq lazımdır. Əgər qaraciyərin funksiyaları və həmçinin xəstəlikləri zamanı baş verən dəyişiklikləri daha ətraflı öyrənmək istəyirsinizsə, Dr. Nemo YouTube kanalında olan Qaraciyər orqanizmin baş laboratoriyası adlı videomu izləməyə sizləri dəvət edirəm.